Bir daha salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Biz yenə Azərbaycanı addım-addım gəzib sizə təqdim etmək istəyirik. Bu hal-hazırda gördüyünüz bu Bakı Balakən dəmir yoludur. Siz yəni bax bura isə Qax şəhərinin Kötüklü stansiyası arsa buradan təxminən 500 metr aralıqda yerləşir. Bu gün sizə bax özünüz görürsünüz çox rahat bir geyim geyinmişəm əynimə. Həmişə biz ümumiyyətlə addım-addım verilişində Azərbaycanın hər yerini göstəririk sizə. Gəzməli, görməli, istirahət eləməli yerləri göstəririk sizə. Amma bu gün çox asan bir yerə gedəcəyik. Ona görə çox rahat geyimdəyəm. Bu günlərin biz sizə Qax rayonunun İlisu kəndində yerləşən İlisu şəlaləsini çəkib təqdim eləyəcəyik. İlisu şəlaləsi ümumiyyətlə hündürlüyü təxminən bir 73 metrdir. İlisu şəlaləsinə siz hər an, yəni yaz, yay, payız, qış istənilən mövsümdə ailəvi gəlib istirahət edə bilərsiniz. Biz də bu gün məhz İlisu şəlaləsini sizə çəkib təqdim eləyəcəyik. Bura hal-hazırda bizim olduğumuz yer ümumiyyətlə Qaxın Qıpçaq kəndindən təxminən 2 kilometr aralıdayıq hal-hazırda və biz üzü yollanacaq bax bu istiqamətdə. Bura isə Kötüklü kəndidir, yəni gürcülər yaşayan kəndi bu kənd. Bu hansı ki bu Kötüklü kəndindən biz düz keçib 15 kilometr Qaxın özünə gedəcəyik. Elə isə diqqətiniz bizdə olsun, biz addım-addım İlisu şəlaləsinə doğru irəliləyək.
got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that, spitting slow, spitting fast. I could roast, I could gas, think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness, hilarious. You think you're worth my time, you're delirious, mysterious, because you hide behind a fake exterior, inferior. You know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains that last, and to believe in what you got, it was built to last, yeah. Now that I've been through hell, I never got anyone's help. I had to do it all myself. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that, spitting slow, spitting fast. I could roast, I could gas, think Biz yolumuza devam edirik. Bax belə əziz tamaşaçılar, biz gəlib Qaxın demək olar mərkəzi küçələrindən birinə gəlib çatmışıq və hal-hazırda bax buradan gördüyünüz istiqamət, yəni Bakıdan gələn istiqamətdir və belə həmin dediyimiz İlisu kəndinə və İlisu şəlaləsinə yol məhz buradan gedir.
Kəndinin demək olar artıq bax girəcəyindəyik, artıq İlisu kəndinə gəlib çatmışıq. Ötən verilişlərimizdə biz sizə bu sumuq qalanı göstərmişdik əziz tamaşaçılar. Hal-hazırda indi bura nəyə görə düşdük? Görürsüz dağın bir hissəsində qar var, bir hissəsində qar yoxdur. Yəni bax bu yan tərəf güney tərəfdir, yəni gün düşən tərəfdir. O biri tərəfdə isə hal-hazırda özünüz görürsüz qar var, yəni bu biri dağ imkan vermir, yəni gün düşsün. Artıq quzey sayılır həmin hissə. Ona görə də orada hal-hazırda yəni qar var. Yəqin ki biz indi şəlaləyə doğru irəliləyəcəyik. Şəlalə də biraz hündürdə yerləşir. Yəni hündürdə olduğuna görə ola bilsin orada da qar olsun. İndi onu biz bir neçə dəqiqədən sonra gəlib görəcəyik. Elə isə biz yolumuza davam edirik. Artıq gəlib biz İlisu kəndinə çatdıq və İlisu kəndindən də təxminən hardasa bir 10-15 dəqiqəlik yolumuz var ki biz düz şəlaləyə yetişək. Gəl biz bizə. Biz gəlib demək olar ki, əsas nöqtələrdən birinə gəlib çatdıq. Yəni məhz bura qədər ümumiyyətlə maşınlar gəlirlər İlisu şəlaləsinə getmək üçün. Salam əleykum. Ya Allah. Hoş gəlirsən əmi oğul, hoş Sağ olun. gəlirsən. Necəsiz? Hoş gəlirsən. Ya Allah. Vəziyyətiniz necədir? Şükür Allah'a. Yaxşı olasınız. Burada yaşayansınız deyəsən. Necə? Saxala yana, bura kənd. Burada qalansınız. Ümumiyyətlə şəlalə haqqında bir məlumat almaq istəyirik. Bunun hündürlüyü nə qədərdir? 70 metr. 70 metr İlisu şəlaləsinin hündürlüyü. Su şəlaləsi adı da Ramramaydı. 70 metrdən su tökülür. Ramrama. Ramramay. Ramramay o nə deməkdir? Ram deməli Azərbaycan sözüdür də, Ram sözü. Ram edib qayalardan özünə yol açıb. Bəs Ramramay nədir? Da Ramayı mən də bilmirəm. Siz də bilmirsiniz. Ata-babadan elə Ramramay. Ramramay qalıb. Yəni İlisu şəlaləsinin adı, yəni qədimdən Ramramaydır. Çox insanlar gəlir gedir. Çox, Amerikadan, Fransadan, Pribaltikadan, hər yerdən gəlir. Dünyanın Yayda burada bəlkə bir gündə ora 500 nəfər çıxır şəlaləyə. gün ərzində. Gün ərzində 23-25 maşın taksi dayanır. Görürsən çatdım o. Yəni ora başqa maşınla getmək mümkün deyil yoxsa? Olur, nə olur ya? Yəni ən əsas əlverişli Nivalar. Qış üçün Nivalar. İndi bu saatlara axirətin çatma olmur. Qar var, heç olmasa yarım. Şəlalədə. Yəni hal-hazırda qar var. Düz yaxınına gedə bilmirsən. Nivalar aparır, bir hardasa bir 100 metr. Ondan sonra da yaxın gedə bilmirsən. Aydındır, aydındır. Bax belə əsəbəşəsə özünüz görürsünüz ki, yayda indi ağsaqqal deyir ki, ən azı günə 500 nəfər gəlir, İlisu şəlaləsini görür, baxır, o mənzərəni şahid olur, canlı şahid olur. Biz də indi inşallah bu gün Başqa bu şəlalədən başqa üstü su deyir və hamam bilir. hamamı biz növbəti verilişlərimizin birində çəkib təqdim eləmişdik. Əvvəl verilişlərdə çəkmişəm. Hamam var. Sonra orada Sarbaş kəndi var, bəlkə olursunuz. Sarbaş kəndində olmuşam. Bizim paytaxt şeydir də, Qranitsa. Sərhəd. Dağıstandan sərhəddə Sarbaş kəndi. Ləkit kəndi var aşağıda, orada da Alban kilsələri var. 3-cü, 4-cü əsrə aid Alban kilsələri. Ləkit kəndi. Ləkit kəndində. O da çox köhnə kəndlərdir. Qədimli kəndlərdən biri. Aydındır. Bax belə əsəbəşəsə biz indi yəni indi baxaq görək ya maşınla ya piyada da nə ilə olursa olsun biz mütləq İlisu şəlaləsini çəkibsə təqdim edəcəyik. Mənzərə əla. Orada. Əla. Elə isə dayanmağın adı yoxdur, getmək lazımdır şəlaləyə. Buraların bu qədər qar olacağını heç özüm də bilmirdim. Yəni hal-hazırda özünüz də görürsünüz ki, şəlalə istiqamətində qar var, amma aşağıda dəhşət gün var, yəni isti var. Amma burada da hava soyuq deyil hal-hazırda, çünki ona görə soyuq deyil ki, ümumiyyətlə bu gün hava çox istidir, çox yaxşıdır. Ən azı bir 20 dərəcə istilik var.
Sadəcə yerdə qar var. Buralar yenə də deyirəm, quzey olduğuna görə burada qar ərimir. Çünki gün bu dağlar imkan vermir ki, gün düşsün buralara. Şəlaləyə isə çox az məsafəmiz qalıb. Yolumuza davam edirik şəlaləyə. Bura baxın, yuxarıda insanlar var, onlar da gəliblər. Havanın, yəni buranın qarlı olmasına baxmayaraq gəliblər şəlaləyə baxsınlar, o gözəl mənzərəyə baxsınlar. Əslində mən havaya biraz arxayın oldum ki, isti olar, ona görə də isti paltarlar götürmədim. Yəni siz nəzərinizə alın ki, qış vaxtı, payız vaxtı, yaz vaxtı əgər bura gəlmək istəsəz, nəzərə alın ki, hər tərəf isti olsa belə, məhz burada özünüz görürsünüz ki, qar var və nə qədər də olmasa şaxta da var biraz, amma soyuq deyil. Əsas odur. Odur şəlalə, özünüz görürsünüz ki, şəlalə də görsənir artıq. Sadəcə olaraq indi qış olduğuna görə, qar olduğuna görə şəlalənin suyu çox azdır. Həddindən artıq çox az gəlir şəlalənin suyu. Çünki yəni yuxarı təbəqədə də qar var və qar suyu istər-istəməz dondurur, istər-istəməz suyun axınını saxlayır. Amma baxın, bu şəlalə görünür artıq, hündürlüyü 70 metrdir. İlisu şəlaləsidir, yəni gələ bilərsiniz, İlisu şəlaləsini görə bilərsiniz, amma mütləq şəlalənin yanına qədər getmək lazımdır. Onu da qeyd edeyim, əgər siz yayda nə vaxtsa bu şəlaləyə gəlsəz, yayda hər yer isti olur, amma məhz düz bu şəlalənin yanında dayansaz, o qədər sərinlik var ki, o qədər insan rahatlığı var ki, yəni buradan insan getmək istəmir. Çox yaxınlaşmışıq artıq. Şəlaləyə gəlib çatırıq. Artıq görürsünüz ki, bax insanlar gəlib şəlaləyə baxıb artıq geri qayıdırlar. Amma biz isə şəlaləyə doğru irəliləyirik. Bax belə, əziz tamaşaçılar, biz bax bu qarlı vaxta gəldik, sizə bax gördüyünüz hündürlüyü 70 metr olan İlisu şəlaləsini çəkib təqdim elədik. Özünüz də görürsünüz ki, məhz həmin şəlalənin üst qatlarında buzlar var, yəni xırda da olsa buz parçaları var orada. Yəni ümumi suyun axınına mane olur. Amma onu nəzərinizə çatdırım ki, yay vaxtı məhz bu şəlalədən axan su həddindən artıq çox olur, yəni mənzərəsi də çox gözəl olur. İndi də möhtəşəm bir mənzərə ilə qarşılaşdıq. Şəlalədən axan su aşağıda bu böyük bir dağ şəklində, belə deyək, bir təpə şəklində buz yaradıb. Bax belə əziz tamaşaçılar, bizim məqsədimiz bu dəfəki verilişimizdə gəlib sizə məhz Qax şəhərində yerləşən İlisu şəlaləsini çəkib təqdim eləmək idi. Bax biz də məhz bu gündən buna nail olduq. Sizə İlisu şəlaləsini çəkib təqdim eləyə bildik. Növbəti verilişlərimizdə isə Azərbaycanın digər mənzərəli, gözəl güşələrini təqdim eləyəcəyik sizə. Bugünlük bu qədər. Bütün verilişlərimizi hər birini izləyin. Çünki Azərbaycan doğrudan da çox gözəl təbiətə, çox gözəl mənzərəyə malik olan bir
dövlətdir, Azərbaycan Respublikasının hər nöqtəsi çox gözəldir və biz də çalışırıq bacardığımız qədər həmin o gözəllikləri çəkib sizə təqdim edək. Bu günlük bu qədər, növbəti verilişlərdə görüşərik. Hələlik.